Salam dəyərli dostlar, yaşıl üzlü testdən, leksikologiya bölməsindən bəzi testlərin izahını mən sizə verəcəm. Şikayətlər gəlirdi ki, müəllim bəs yazmısınız çətin testləri. Zəhmət olmasa izahını da verin, biz faydalanaq, yararlanaq. Bunu nəzərə aldım və İsmail müəllimlə bir yerdə yazdım bu yaşıl üzlü testin. Bəzi ağır testlərin izahını verəcəm. Leksikologiyanın ilk 10 testin izahını vermək istəyirəm. Birinci izaha baxaq. Nümunədəki sözlərin leksik xüsusiyyətləri haqqında doğru fikirləri müəyyən edin. Tam cavabı tapmaq lazımdır burada. Deməli, bizim bildiyimiz keçəcək ancaq düyməyə uzanan o barmaqları. Bir də deyir ki, ikinci misradakı sözlərin hamısının leksik mənası var. Burada köməkçinin hissəsi olmadığı üçün onların hamısının leksik mənası var. Bir doğru cavabdır. Qara hərflə verilmiş söz həm amonimdir, həm də çox mənalığı var. Uzanmaq sözünün amonimliyi var. Bilirsən ki, onun boyu uzandı mənasında. Bir də uzanmaq, yatmaq mənasında amonimliyi var. Söz getdikcə uzanır. Burada da çox mənalıq ifadə edir. Ona görə 2 də doğru cavabdır. Altına xətt çəkilmiş sözün sinonimliyi, amonimliyi həm də çox mənalığı var. Birlik sözünün çox mənalığı mövcuddur. Həmçinin sinonimliyi və amonimliyi də var. Sinonimliyi birlik, həmrəylik mənasındadır. Amonimliyi də məsələn burada bizim bildiyimiz isim mənasında işlənibdir. Birlik taxta sifət kimi də onun amonimliyi mövcud olacaqdır. Deməli 3 də doğrudur. 4-ə baxırıq. Birinci misra amonim sözlə başlayıb amonim sözlə bitir. Biz sözü şəxs əvəzliyi və ayaqqabı bizi mənasında, ancaq sözdə ədət və modal ədət və bağlayıcı kimi amonimlik təşkil edəcək. Yəni qrammatik amonimliyi var. Ona görə 4 də doğrudur. Sözlərin hamısı arxaik söz kimi işlənir. Təbii ki, 5 yanlışdır. Məsələn, biz sözüdür, birlik sözüdür, kəsmək bunlar, ancaq bunların heç biri arxaik söz kimi işlənmir. Nümunədə formaca dəyişə bilən sabit birləşmə də işlənibdir. Nümunədə heç bir misrasında frazoloji birləşmə olmadığı üçün 6 da yanlışdır. Deməli, burada testin doğru cavabı A variantı olacaqdır. 1, 2, 3, 4. İkinci testdən davam edirik. Qara hərflə verilmiş sözlər haqqında ən doğru hökmü müəyyənləşdirin. Burada sözlərin məcazi, yoxsam eyni sözün məcazi və yoxsam həqiqi mənada işləndiyini tapmalıyıq biz. Obaya yaxınlaşmaq, burada yaxınlaşmaq sözü həqiqi mənayı ifadə edəcəkdir. Kərim heç bir zaman işə soyuqqanlı, sakit ürəklə yaxınlaşmırdı. Burada məcazi mənanı ifadə edəcək, yaxınlaşmaq sözü. Ədəbiyyatımız getdikcə daha artıq həyata yaxınlaşır. Burada da məcazi mənadadır, ədəbiyyat yaxınlaşa bilməz. Kəndimizə işıqlar getdikcə yaxınlaşırdı, işıq yaxınlaşa bilməz. Burada da məcazi mənadadır. Deməli, birinci cümlədəki sözlər, söz həqiqi, 2, 3, 4-cü cümlədəki sözlər isə məcazi mənadadır. Deməli, testin doğru cavabı burada C variantı olacaqdır. Üçüncü testdən davam edirik. Cədvələ əsasən frazoloji birləşmələr haqqında doğru fikirləri müəyyən etməliyik. Bir də deyək ki, frazoloji birləşmələrin sinonimi həqiqi mənalı bir sözlə ifadə etmək olar. Biz bilirik ki, frazoloji birləşmələrin sinonimi, antonimi və amonimi frazoloji birləşmə olmalıdır. Hər hansı bir birləşmənin də frazoloji birləşmə olması üçün o mütləq iki sözdən ibarətdir. Yəni, frazoloji birləşmə ilkin mənasını itirmiş iki sözün birləşməsindən əmələ gəlir. Ona görə onun sinonimi də mütləq iki sözdən ibarət olmalıdır. Burada deyir, sinonimi həqiqi mənalı bir sözlə ifadə etmək olar. Bu yanlışdır. Frazoloji birləşmələrin sinonimi ilə frazoloji birləşmə olmalıdır. Onu həqiqi mənalı sözlə qarşılıq vermək olmaz. Ona görə bir yanlışdır. Bu birləşmələr məcazi mənada işlənir, öz həqiqi mənasını itirir. 2 doğrudur. Çimir eləmək, kefi duru olmaq ifadələr frazoloji birləşmə deyil. Adətən etmək, olmaq, eləmək sözləri bunlar frazoloji birləşmələrin tərkibində iştirak etmir. Amma bəzi istisnalarımız var. Bu sözləri qabağımıza çıxdıqca əzbərləmək lazımdır. Biz də dərslərdə həmin o istisnaları bəzən uşaqlara, müdavimlərə yazdırırıq. Çimir eləmək, kefi duru olmaq ifadələri frazoloji birləşmə deyil. Bu fikir yanlışdır. Çünki həm çimir eləmək, həm də kefi duru olmaq frazoloji birləşmə olacaqdır. Ona görə üçü biz doğru cavab kimi götürə bilmərik. Frazoloji birləşmələr formaca dəyişmir. 4 yanlışdır. Yanlışın altında da doğru cavab olacaqdır. Frazoloji birləşmələr qrammatik şəkilçi qəbul edə bilir. Məsələn, burnunun ucu göynəyəndə, burnunun ucu göynüyürdür. Deməli, burada gördük, qrammatik şəkilçi qəbul edib formasını dəyişir.
Frazoloji birləşmələri yalnız fe'li xəbər rolunda çıxış edə bilir, ismi xəbər olmur. 5 də yanlışdır. Frazoloji birləşmələr əgər məsdər və fe'li sifətin şəkilçisini qəbul eləyərsə, ismi xəbər mövqeyində iştirak eləyir. Digər hallarda fe'li xəbər rolunda olur. Yanlışın altından doğru olduğu üçün 5-də götürürük. Frazoloji birləşmələr dildə hazır vəziyyətdə olur, əsas və asıl tərəfi olmur. Bu doğrudur. Yanlışın altından altını götürə bilmərik. Deməli, testin doğru cavabı 2, 4, 5, yəni A variantıdır. Dördüncü testlə davam edirik. Buradan da yanlış cavabı müəyyən edib tapmalıyıq. Deyir, nümunənin hər iki misrasında amonim sözlər işlənibdir. Mal qapıya gələndə axşam səhər. Burada mal sözü malqara mənasında, bir də onun çoxlu malı var. O mənada mal amonimdir. Gələndə sözdə gəl sözü həm fe'l kimi, başlanğıc forması burada gəldi. Həm fe'l kimi, həm də əmr ədatı kimi amonimliyi var. Yenə də burada mal sözü var, qoyun sözü var. Qoyun sözü qucaq mənasında, məliyən qoyun mənasında amonimliyə. Yəni bu fikir bütün hallarda doğrudur. Qabağına da doğru yazıldığı üçün A-nı biz yanlış cavab kimi götürə bilmərik. B-yə baxaq. Biz ayrıldıq, aylar ötdü, il dolandı, sənsiz qəlbim bir çağlayan sel oldu. Nümunəsində dildə hazır vəziyyətdə mövcud olan sabit birləşmə işlənməyibdir. Deməli, burada aylar ötdü, il dolandı, vaxtın keçməsi mənasını ifadə edən frazoloji birləşmədir. Burada da işlənməyib dediyi üçün bu fikir yanlışdır. Qabağına da yanlış yazıldığı üçün B uyğunsuzdur. Leksikadan fərqli olaraq morfologiya sözlərin qrammatik xüsusiyyətlərini öyrənir. Cümləsində dilçilik elminə aid olan sözlərdən biri başqa elm sahələrinə aid termin kimi də işlənir. Burada morfologiya sözü həm də biologiyaya aid olan bir termin kimi işlənir. Ona görə fikir doğrudur. Qabağına da doğru yazıldığı üçün C bəndini götürmürük. Yuvasında eşələnən bir qırğı onları xeyli qorxutmuşdu nümunəsində çox mənalı sözlə başlayır. Yuva sözü quş yuvası, düşmən yuvası, quldur yuvası mənasında çox mənalıq yaradır. Bu fikir doğrudur. Qabağına da doğru yazıldığı üçün D-ni biz yanlış cavab kimi götürə bilmərik. Burada dedi ki, nümunədə fərqli nitq hissələrinə aid amonim söz işlənibdir. Simi zənəxdanı, mirvari dəndan, innabı ləbləri can dərmanıdır. Burada innabı sözü müxtəlif nitq hissələrinə aid olan amonim söz kimi işlənir. İnnabı bir rəqs mənasında isim kimi olacaqdır. Bir də innabı rəh mənasında sifət kimi amonimlik yaradacaq. Bu fikir doğrudur. Qabağında yanlış yazıldığı üçün E variantı uyğunsuz olacaqdır. 5-də aşağıdakı cümlələrin hansında bacarmadığı işə girişmə ifadəsinin frazoloji qarşılığı işlənibdir. Deməli, bu C variantında ağır daşdan yapışmaq bacarmadığı işə girişmək mənasını ifadə eləyir. Yəni, ağır daşdan yapışmaq burada frazoloji birləşmədir. Onun mənası bacarmadığı işə girişməkdir. Deməli, bacarmadığı işə girişmə frazoloji birləşməsinin qarşılığı C variantında işlənibdir. 6 ilə davam edib. Ban nöqtələrin yerinə bağ, xiya, yəni bağban, xiyaban, biyaban, mehriban, qurban artırdıqdan sonra yaranan hansı sözün leksik mənası aşağıdakı variantlarda öz əksini tapmayıb. Onların səmimi münasibəti ürəyimcə idi. Səmimi burada mehriban olacaqdır. Deməli, A variantı mehriban sözü getdi. A variantı var. Bağa qulluq edən lazımdır. Bağa qulluq edən lazımdır. Qoyuna isə çoban. Bağa qulluq etmək bağban sözü ilə deməli uyğunlaşacaqdır. Bulvarın hər iki tərəfinə ağac əkilmiş yerlər gəlsə, doğma kəndi yadına düşdü. Hər iki tərəfinə ağac əkilmiş yer xiyaban olacaqdır. Bu şəhidlər xiyabanı sözündən də yadımızda saxlaya bilərik. Deməli, xiyaban sözü də getdi. C variantında da ifadə olunan fikir var. Uzun aylar şəhərdə beynini yazı pozu ilə yorandan sonra birdən gördü ki, səhranın ortası təmiz və saf havada quşların və heyvanların içərisindəsən. Səhra sözü burada biyaban məzmununu ifadə eləyir. D variantı da. Deməli, fikir ifadə olunan burada söz var. Yar yanında günahkaram, doğru sözüm yalan oldu. E variantında isə buradakı heç bir sözü mənasını ifadə edən birləşmə yoxdur və yaxud da söz yoxdur. Deməli, testin doğru cavabı E bəndi olacaq. 7 ilə davam edirik. Variantların hansında nöqtələrin yerinə gözü sözünü əlavə etsək, amonim frazoloji birləşmə yaranır. Gözü qapıda qalmaq, gözü kəlləsinə çıxmaq, gözü ayağın altını görməmək, gözü arxasınca, yəni dalınca qalmaq. Burada bunlar frazoloji amonim kimi götürülmür, amma D variantı
gözü doymamaq, bir hərisi olmaq, təməkkar olmaq mənasındadır. Bir də desən ki, filan kəsə baxdıqca gözüm doymur, o mənada baxmaqdan doymamaq mənasında frazoloji amonimlik yaradacaq. Deməli, testin doğru cavabı C bəndidir. 8-ci test kifayət qədər ağır testlərdən biridir. Adətən həmin bu testi deməli etdikdə çətinlik çəkirlər müdavimlər. Deyir, verilmiş izahların hansını bir sözlə əvəz edə bildiyimizi düşünüb uyğunsuzluğu müəyyən edək. Deməli, fikir verin, burada birinci, ikinci və üçüncü maddələri, sözləri, ifadələri bir sözlə əvəz edə bilərik. Təsəvvürünə gətirmək, fikrən təsəvvür, yəni hansı sözlə əvəz edirik? Birinci onu deyək, görmək sözü ilə biz bunu əvəz etsək, görmək. Deməli, təsəvvürünə gətirmək, fikrən təsəvvür etmək, xəyalına, gözünün qabağına gətirmək mənasını ifadə edəcəkdir. Məsələn, bilirsən ki, o öz uşaqlıq illərini gördü mənasında. Çatmaq, bəs etmək, kifayət etmək, bu məhsul bizi görər. Etmək, icra etmək, yerinə yetirmək, o işimi görüm. Bax, gördük, burada görmək sözü ilə bunları əvəz edə bilirik. Deməli, təsəvvürünə gətirmək də, çatmaq, bəs etmək də, etmək, icra etmək də, görmək sözü ilə əvəz edə bilirik. İndi bunların hamısını görmək sözü ilə əvəz eləyəcək, amma birini əvəz eləyə bilməyəcək. Şübhələnmək, təqsirləndirmək sözünü görmək sözü ilə əvəz eləyə bilirik. Məsələn, mərd Allahından görər. A variantı deməli doğru cavab olmayacaqdır. B-yə baxırıq. Burada deyir, uyğunsuzluğu müəyyən edin. Yəni, görmək sözü ilə əvəz eləyə bilməyə onu. Keçirmək, çəkmək, giriftar olmaq, uğramaq. Məsələn, deyir ki, o xəstəlik görüb, yəni xəstəlik keçirib, B bəndə doğrudur. D-yə baxaq, qismət olmaq, nəsib olmaq. Məsələn, oğlunun toyunu görmək mənasında. Başa düşmək, anlamaq, duymaq, hiss etmək. Məsələn, deməli, Alı kişi gördü ki, bu işi bacarır. Yəni, başa düşdü ki, bu işi bacarır. Deməli, A, B, D, E-dəki fikirləri biz görmək sözü ilə uyğunlaşdıra bildik. Amma C bəndi bir şey haqqında məlumatlı olmaq, xəbərdar olmaq, vaqif olmaq, görmək sözü ilə əvəz eləyə bilməyəcək. Testin doğru cavabı C bəndi olacaqdır. 9-cu testlə davam edirik. Hansı nümunədə amonim sözlərin sayı çoxdur? Deməli, meyvə bağı deyiləndə bu çayın qarşısındakı 20-30 cır alma armud ağacıdır. A variantında gördük ki, azdır. Burada gözəl üzündə sözünün başlanğıc forması üzdür. Bu da deməli amonimdir. Bir sözü də amonimdir. Həm ədat kimi, həm say kimi, üz də üzmək və insan üzü kimi. Dəm də amonimlik xüsusiyyətinə malikdir. Bir aşın dəmi mənasında, bir də qısa vaxt mənasında. Nə sözü bağlayıcı kimi, əvəzi kimi, ədat kimi amonimdir. Görmüşdüm sözün başlanğıc forması gördü, ədat və feil kimi amonimdir. Yenə də nə sözü amonimlik xüsusiyyətinə malik olacaqdır. Deməli, 1, 2, 3, 4, 5, 6. 6 dənə olduğu üçün B variantı doğru cavab olacaqdır. Digərlərində deməli 6 dənə olmadığı üçün testin doğru cavabı burada B bənd olacaqdır. Deməli, burada gözəlsən tərifin düşüb mahala, zər kəmər yaraşır, qaməti dala. Burada zər sözü var. Hədiyyə naharın təzəcə bitirmişdi ki var. Qapıda maşın səsləndi. Burada yenə də digərlərində biz 6 dənə amonim söz görməyəcəyik. 10-cu testə baxaq. Kifayət qədər maraqlı testlərdən biridir 10-cu testdə. Nümunə ilə bağlı doğru fikri müəyyən edin. Ana yurdun hər yerindən kəsiləcək yad ayağı, açılacaq dərdlərin bulud almış qaşqabağı. Səməd Vurğunun şeiridir. İndi buna aid doğru cavabları müəyyən etməliyik. Nümunədəki bütün sözlərin sinonimi mövcuddur. Bu yanlışdır. Deməli, ona görə biri götürə bilməliyik. Ana yurdun hər yerində, məsələn, ana sözünün sinonimi olmayacaqdır. Birinci misradakı amonimlərin sayı ikinci misradakı amonimli sözlərin sayından daha çoxdur. Birinci misrada bir dənə yad sözü amonim, insanın yadı, bir də sifət kimi yad insan. İkinci mənada bulud, boşqab mənasında, göydəki bulud mənasında, bir də almış sözü
aldır başlanğıc forması. Bir rəh mənasında, bir də almaq feili mənasında. Birinci misradakı amonim sayı, ikinci misradakı amonim sayı ilə daha çoxdur fikri yanlış olacaqdır. 3-ə baxırıq. İkinci misradakı düzəltmə feilinin sinonimliyi var. İkinci misrada düzəltmə feil yoxdur. Açılacaq dərdlərinin burud almış qaşqabağı. Burada qaşqabağı açılmaq frazoloji birləşmədir. Frazoloji birləşmələrdə biz cümlədə təhlil edərkən onları parçalamırıq. Bütövlükdə götürürük. Qaşqabağı açılmaq mürəkkəb feil kimi götürüləcəkdir, amma onun tərkibindəki açılmaq sözünü ayrıda biz düzəltmə söz kimi götürmürük. Ona görə 3 də yanlış olacaq. Nümunədəki sabit söz birləşmələrinin hər birinin arasına söz əlavə olunubdur. Ayağı kəsilmək var. Burada yad söz əlavə olunub onların arasına. Qaşqabağı açılmaqda dərdlərini bulud almış sözləri əlavə olunacaqdır. Ona görə 4-ü biz doğru götürürük. Hər iki misradakı sözlərin həm leksik, həm də qrammatik mənası var. Burada köməkçi nitq hissəsi olmadığı üçün sözlərin hamısının həm leksik, həm də qrammatik mənası var. Deməli, testin doğru cavabı 4-5, yəni C bəndidir. Dostlar, bu izahlar mütəmadi olaraq davam edəcəkdir. İnşallah daha da bu tipli izahların sayının çox olmağını istəyirsinizsə, YouTube kanalına abunə olun, videonu bəyənin, şərh yazın və paylaşın ki, daha çox insan yararlanmış, faydalanmış olsun. Hər birinizə təşəkkür edirəm.